Photoshop'da sosyal medya post necə düzəlir onu öyrədəcəm. Bu arada materialları əgər götürüb məndən bir yerdə işləmək istəyirsinizsə, Telegram qrupuma daxil olaraq orada materialları yükləyib və bu arada kanala abunə olub, like atıb, bildirimləri açaraq mənə dəstək ola bilərsiniz. Gəlin videomuza keçiş edək. Şöyle ilk öncə bildiyiniz kimi 1080-1350 bir dənə artboard yaradırıq və buradan View, Guide, New Guide Layout bunu açmamızın səbəbi budur ki, postumuzda boşluq məsafəsi yaratmaq üçün. Bizim bir dənə gradientimiz var. Digər videolarda əlbəttə ki, gradient yaratmağı öyrətmişəm və rəng palitrasında orada vermişəm sizlərə. Belə bir gradientimizi yaradırıq və bizim əlimizdə bir ədəd mockup'ımız var. Gəlin bu mockup'ın üzərində tekstlərimizi, lazımı olan şeyləri yerləşdirək. Birinci dizaynımızı açırıq və burada sizə UI bir dizayn vermişəm və bunu save edib yerləşdirib bunun içinə. Bunları sizə vermişəm. Yəni siz öz dizaynlarınızı yerləşdirib öz postlarınızı da bu şəkildə gözəl üçlü variantında hazırlaya bilərsiniz. Ctrl Shift Alt Y eləyirəm, hamısını birləşdirirəm. Daha sonra isə buradan gəlirəm Object Selection Tool'dan hamısını seçirəm bir dəfəlik. Seçildikdən sonra Select Subject hissəsinə falan klik edirik. Öz avtomatik hamısı seçir. Ctrl C, Ctrl C, Ctrl Shift V eləyirəm. Kopyalayıram və bu qaydada çıxardıram. Buranın işimizi qurtardıq, bağlayıb artboarda atırıq. Və artboardumuza atdıqdan sonra telefonlarımızı orta hissədə gözəl şəkildə ortalayıram. Logomuzu yerləşdiririk və hər hansı istədiyiniz bir logo ola bilər, bura yerləşdirə bilərsiniz arkadaşlar. Daha sonra isə Helvetica fontu ilə yazmağı tövsiyə edirəm. Çünki bankdır falan filandır, belə digital olan postlarda Helvetica fontu ilə yazsaq daha gözəl, daha səliqəli görsənir, amma digər fontlarla da yaza bilərsiniz. Və sizə tekst hissəsi vermişəm və tekstimizi götürürük buradan bu hissəyə yerləşdiririk və bunu ortalayırıq gözəl şəkildə və əla ortaladıq. Binance logomuzu ümumiyyətlə biraz balacalaşdıraq. Bu arada Binance tamam fərqli işlərə baxır. Kripto valyuta işidir. Bu isə belə deyək də kartdır falan filan, amma nəsə inteqrasiya eləmək var. Hər hansısa bir loqonu yerləşdirə bilərsiniz. Ağlıma mənim ilk bu loqo gəldi, ona görə mən bunu yerləşdirdim. Davam edirik və buradan hamısını seçirəm. Regular da qalsın və bunu tam ağ rəngdə yox, biraz boza yaxın eləyirəm ki, daha yaxşı görüntü ala bilək. Və bu hissədən gördüyünüz kimi belə bir qəşəng, səliqəli bir gözəl yazımız var. Yerləşdirək və biraz böyüdək və yazımız böyük olduğu üçün uşaqlar. Və burada əsas məsələ budur ki, hər dəfə mövqeyini böyüdən bazar hərəkət gətirməli olmalısan və bunlar da hamısını seçirəm, ortalayıram ki, postun ortasında balanslı şəkildə görsənsin. Bir dənə rəng palitrası vermişəm və bu rəng palitrasından yola çıxaraq dizayn eləyə bilərsiniz. İndi istəyirəm telefonumuzun orta hissəsinə bu işıq effektini yerləşdirək. Gəlin buradan layer açaq və aşağı yerləşdirək və burada orta hissəyə gözəl və səliqəli şəkildə görsənə bilər. Tamam. Ümumi olaraq tekstlər postu boğmur, hər şey öz yerindədir və səliqəli şəkildə yerləşdirilib və bizim burada bir mavi rəngimiz var. Mavi rəngimizi götürək və bir dənə layer açaq və gətirib burada telefonların arxasına ataq. Qıraqdan mavi rəng vermək istəyirəm buralara. Tamam. Mavi rəngimizi bura yerləşdirdik və bizim burada rənglər olan hissəmizdə bir dənə dark blue var. Dark blue-nu da seçirəm, açıram ən üstdən bir dənə layer. İndi istəyirəm ki, telefonlarımız ümumiyyətlə posta belə deyək də aşılanmış versiya, yedizdirilmiş versiyasında görsənsin. Ona görə bu taktikanı yerinə yetirəcəyik. Gəlin indi sizlərlə bir yerdə baxaq. Okay, bir dənə postumuzu buradan yaradaq. Baxaq gör necə görsənir. Biraz qıraqdan, bax, şıxla aşağıdan yuxarı şıxlanmış versiyada, yəni lighten, şıxlı versiyada bunu bura yerləşdirməyi bacardıq uşaqlar. Mən sizə bir dənə belə deyək də star adında, ulduz adında tekstur vermişəm, şıx vermişəm. Gəlirik bu hissədən bunu screen moda çəkirik. Background hissəsinə yerləşdiririk və background hissəsinə yerləşdirəndən sonra nə olacaq? Opacity-mizi azaldırıq, yüngülvari və fikir veririk ki, burada çox şıxlıqdır. Ctrl M eləyib biraz bunu aşağı endirə bilərik. Biraz belə eləsək, tamam. Gözəl görsənəcək. Okay, əla. Və buradan qara rəngimizi seçirəm və biraz buradan qıraqlardan postun üzərindən bu qaydada belə bir qara rəng əlavə eləyəcəm ki, daha yaxşı, daha belə deyək də xoş görüntü əlavə eləyə bilək. Belə qara, tamam. Buradan vivid light-ı seçib qara rəng edirəm və biraz da qara rəngi buradan açıram. Gözəl şəkildə görsəndi uşaqlar. Gördüyünüz kimi burada yazılarımız, tekstimiz falan hər şey hazırdır. Yəni özümüzə belə bir yer açırıq. Belə bir rectangle açıram. Yeri özü cümlə qurmağıma pensiya düşürək. Rectangle açıram. Deməli buradan rectangle açandan sonra gəlirəm buradan bevel hissəsinə və bevel hissəsindən bunu outer bevel eləyək bir dənə. Buradan belə standartı seçək.
Gəlin bunu inner bevel hissəsinə çəkək. Soften hissəsindən belə bir şey. Tamam, belə eləsək, bunu belə eləsək. Inner bevel, tamam, belə eləyib fill-ını da çəksək. Tamam, gözəl. Fill-ını da çəkəndən sonra belə bir effekt yaranmış olur. Bevel hissəsindən bunu artıq belə deyək də, itilik hissəsinin kənarların iti olma hissəsi çox itidir. Ona görə mənə xoş gəlmir. Çəkirik qırağa. Əla bir görüntü burada artıq almış olduq uşaqlar. Glass effekt tərzində bir görüntü almış olduq. İndi gəlin davam edək. Mən sizə burada ümumiyyətlə tekstlər vermişəm. İstəyirəm ki, bu tekstləri siz də gəlib bu hissəyə arkadaşlar yerləşdirəsiniz. Tamam. İndi gəlin diqqətlə bu hissəyə baxaq uşaqlar. Deməli nə edəcəyik? Ctrl+C, Ctrl+Shift V eləyirəm, kopyalayıb bir dənəsini üstə çıxardıram. Fikir verdiniz buradan. Shift-dən bunları seçirəm, gətirib bu telefonun üst hissəsinə yerləşdirirəm. Bax bu burada yerləşdirilmiş variantda qalsın. Filter, blur və buradan Gaussian blur verirəm və Gaussian bluru biraz 6.0 eləyirəm və OK eləyirəm. İndi baxaq bu hissəyə və telefonumuz da burdadır. Rectangle seçirəm və Ctrl+Alt ikisinə basılı tutub gətirib telefonun üst hissəsinə buraxıram. Fikir verdiniz? Gördünüz, alt hissəsi blurlu oldu. Gördünüz nətər görsəndi qəşəng. Alt hissəsi blurlu oldu. Yəni buradan bluru söndürsən bax qarışır burada hamısı bir-birinə. Amma burada alt hissəsi blurlu oldu. Sadəcə bir məsələ var ki, siz bunu belə tərpədəndə bu blur burada qalır da. Ona görə qabaqcadan belə deyək də konumunuzu, yönləndirmənizi diqqətli şəkildə ayarlayasınız. Yəni elə bir məsləhət görürəm. Daha sonra keçirik ikinci hissəyə. Gəlirəm buradan, digərini də, gəlin buradan da bu hissəyə yerləşdirirəm və buradan telefonumuz yenə Ctrl+C, Ctrl+Shift V eləyirəm, çıxardıram üst hissəyə. Ya da elə alt hissədə qalsın, çünki bunların yerləri dəyişir. Yenə gəlirəm buradan filter, blur və Gaussian blura klik eləyirəm və görürsüz ki, bu hissə artıq blurlu hissədir. OK eləyirəm və rectangle-ımız hardaydı? Burada. Rectangle-ı götürürəm. Ümumiyyətlə bu ikisini yazı ilə və bunu biraz aşağı tərəfə çəkmək lazımdır ki, telefonun yanına rahat şəkildə çəkə bilim. Gəlirik buradan Ctrl+Alt-a klik eləyirik və bir dəfə gətirib sürüşdürürük üstünə. Bax fikir verdiniz? Bax blurdur. Bunun arxası blur qalır. Artıq glass effect, real glass effect görüntüsünü bizə buradan verməyə başlayır uşaqlar. Keçirik digər hissəyə və əməliyyat izləmə hissəsi və bunu da bura yerləşdirəcəm. İndi nə edəcəyik? Yenə eyni qaydadakı dediyim taktikaları davam edəcək. Ctrl+C, Ctrl+Shift V eləyirəm. Gəlirəm bir dəfə filterdən blur və Gaussian blura klik edirəm və bunu blurumuzu bura verirəm. Və filter, noise və add noise eləyirəm. Biraz arxası noiselaşdırıram, çünki bu üst hissəsidir. Telefonun üst hissəsi çox düşəndə biraz noise kimi görsənir. Ona görə deyirəm bunu. Və buradan yazımızı biraz sağa çəkirəm. Yazılarımızı aşağı endirirəm. Bildiyiniz kimi, çünki rectangle-ımızı biz bu blurun üstünə əlavə eləyəcəyik və blur verdiyim panelləri bir dəfə klik edirəm və rectangle-ımızın da yerini öyrənirəm. Ctrl+Alt-a basılı tuturam və gətirib bunun üzərinə bir dəfə buraxıram. Tamam. Gözəl şəkildə uşaqlar. Bax arxası blurlu və noisli şəkildə bura yerləşdirilmiş olur burada. İndi digər məsələmiz nədir? Ümumi bir şəkildə telefonların üstünə işıq vermək olacaq və istəyirsinizsə gəlin onu da sizlə bir yerdə eləyək uşaqlar. Deməli uşaqlar bir dənə layer açıram və buradan gəlib buradan tekstimizin bu rəngini seçək və biraz aşağı hissədən verək buradan, sağdan soldan verək, aşağı hissədən qəşəng görüntü alsın. Və indi isə gəlin bu hissəyə diqqətlə baxaq görək nə olacaq. Baxaq görə bizə daha uyğun, daha gözəl göstərən hansı rəngdir? Məncə skrində qalsın. Bunu artıracağıq belə. Tamam. Gözəl. Burada postumuz düzəlib, yazıların hamısı yerindədir. Bütün yazılarımız oxunur və bu görsə telefonun fon rənginə qətiyyən qarışmayıb uşaqlar. İndi Ctrl+Shift+Alt-E, yəni Y eləyirəm. Ctrl+Shift+A eləyirəm. Və baxırıq bu qaydada. Basic hissəsindən biraz işıqlandırıram, biraz işıqlandırıb və kontrastını artırıram ki, daha dolğun, daha gözəl görsənsin. Highlights hissəsindən fon işığını biraz çoxaldıram. Ağlıqları biraz daha ağ eləyirəm ki, daha qəşəng görsənsin və vibrans dəyərini biraz artırıram, rəngli olur və buradan deməli effekt hissəsindən vignette effekti var, yəni qaralıq effekti və vignette effektini də bura əlavə edirəm uşaqlar. Və gördüyünüz kimi belə gözəl bir post hazır olur. Əgər bu təzəki videonun davamı gəlməsi üçün kanala abunə olmağı, like atıb bildirimləri açmağı unutmayın və digər fayllar istəyirsinizsə Telegram qrupuma gəlin, yükləyin, mənlə bir yerdə istifadə edin və məndən onlayn dərs almaq istəyirsinizsə mənə istənilən platformadan yaza bilərsiniz. Öpürəm sizləri, özünüzə yaxşı baxın. Seviliyorsunuz lanet olası bebekler. Bye bye.